Çıxdılar. Ədalətli yarış səndən başlayır adlı o pankart bir qədər əvvəl. 7 Məqsəd İsayev, 32 kapitan, 17 Ayran Gomis və 19 Salifu Suma. Baş məşqçi Rəşad Sadıqov görüşün baş hakimi Rəşad Əhmədov işarəsini verir və mübarizə başlayır. Neftçi futbolçuları topu ilə elə vururlar. Hər iki komandaya uğurlar arzulayırıq. Gomis orada pressing nəticə verir. İndi Neftçinin hücumu təhlükəli olur. Ötürmə qapı qarşısında Ruan Renato. Ötürmə gəlir indi qapı qarşısında. Zərbə aşırma və gol! Və qollarını davam etdirir Ozoviç. Topu saxladı. Aşırma zərbə. Ötürmə sağ tərəfə. Yuri Matias. Ervin Kofi. Kofi mərkəzə meylənir. Baxır cəbri meydançasına. Ötürmə qapı qarşısına. Zərbə və gol! Təkrarı bir daha əzilik. Ervin Kofi. Əla ötürmə və... Gotik. İsmail. Salifu Suma. Zərbə mövqeyə çıxır. Endirir zərbəsini amma Suma'nın zərbəsi o qədər də yaxşı alınmadı. İndi isə Hakim qayda pozuntusunu qeydə alır və penalti nöqtəsini göstərir. Bax, burada Azər Salahlı qaydanı pozmuşdu və Lutsik yaxınlaşır, zərbə endirir və gol! Rafael Lutsik fasilə ərəfəsində fərqi minimuma endirir, penaltidən fərqlənir. Zirənin standart vəziyyətlər zamanı Qismət Aliyev topun yanında olurdu, amma penalti qaçırmışdı. Bəlkə də buna görə indi Lutsik 11 metrlik zərbəni yerinə yetirdi və dəqiq oynadı. Neftçi Arenada 3 gol vurulub. Rəşad Əhmədov işarəsini verir. Qismət Aliyev ötürmə çərmə meydançasına. Başda zərbə verən Gomis və toxunuş var mı orada? Gözləyin deyir Rəşad Əhmədov. Ötürmə sağ tərəfə. Suma aldatdı rəqiblərini. Suma zərbə indirir qapı direği. Salifu Suma gol vurmağa yaxın oldu, amma qapı direği mane olur Zirənin 19 nömrəsinə. Ceyhun Nuriyev. Salifu Suma. Ötürmə cinaha Ceyhun. Yenidən Suma ilə oynuyor. Salifu Suma. Suma! Qapı direği! Özlərincə bir direk! Direğe dəymişdi qapçının. Qoruduğu istiqamətdə. Top direğe dəymişdi. Bu dəfə isə tam fərqli. Tam başqa bir zərbə idi. Azər Əliyev. Edvin Kuç. Ötürmə dəqiq deyil. Rafael Lutsik. Lutsik yaxınlaşır cəbri meydançasına. Lutsik ötürmə etdi orada. Ardı Suma. Yerindədir Rıza Cəfərov. Neftçi futbolçularının əks hücum çəkdi. Ötürmə tərəfə. Digər tərəfə idi, amma alınmadı. Və əks hücuma çıxan indi Zirə futbolçularda sürətə fikir verin. İhsan Cibrilanın mükəmməl hərəkətlər. Salifu Suma yaxınlaşır cəbri meydançasına. Suma ötürmə. Cibrilan zərbə və gol! David Volkovi! Hesab 2-2 Neftçi Arenada. İhsan Cibrilan solo çıxış. Möhtəşəm hərəkətlər, sürətlə keçirilən əks hücum və Suma'nın ötürməsindən sonra David Volkov hesabı 2-2 edir Neftçi Arenada. Zirədən dönüş. 2 ardıcıl gol buraxmışdı Sadıqovun futbolçuları, amma artıq hesab 2-2'dir.
Hesap beraberdi Neftçi Arena'da. Oyun daha da maraqlı olacaq şübhəsiz. Qarşıda görüşün 3'te 1 hissəsi var, 30 dəqiqə var. Ötürmə. Asalasan bu. David Volkov ötürmə. Salif Suma'dan. Volkov. Hakim işarəsini verdi. İsmet Aliyev'den ötürmə qapı qarşısına. Topu uzaqlaşdırmağa çalışır orada. Neftçi müdafiəsi ama başla zərbə və orada qayda pozulub. İsa Cibrila qaçmaq üçün zona axtarır, sürətlidir. Cibrila Kofi də onun qarşısını kəsməyə çalışır, mərkəz ötürmə. Rafael Utsik, sağ şartda boşluq, Salif Suma. Suma zərbə üçün gecikdi və əllə oyun və ikinci də penalti təyin edilir Neftçinin qapısına. Bəlkə də qərar dəyişə bilər. Aha, Elvin Camalov qoluyla bu ötürmənin qarşısını kəsmişdi. Xəttə nəzarət edir, futbolçulara tapşırıqlarını verir. Baxır, ətrafa və işarəsini verdi. Rıza Cəfərov, Rafael Utsik dueli. İkinci dəfə bu oyunda. Utsik yaxınlaşır, zərbə indirir və gol! Yenə də Rıza ilə dueldən qalib ayrılır. Rafael Utsik 3-2. Geri dönüş. Zirə komandasından. Rafael Utsik Rıza Cəfərovu yenə məyus edir. Və dəqiq zərbə ilə hesabı 3-2'ye çatdırır. Hesab 3-2'dir. Neftçi 2-0 hesablı üstünlüğü əldən verib, görək bundan sonra senari necə olacaq. Vaxt var. Əsas vaxtda son 15 dəqiqə. Qismət Aliyev. Salif Suma mərkəzi ötürməyə. Dəqiq alır. Papulaşvili baxır ətrafa. Ceyhun Nuriyev boş oraya qaçır. Ceyhun və gol! Ceyhun Nuriyev 4-2. Georgi Papulaşvili'den ötürmə. Ceyhun Nuriyev'den gol. Çok süratli geldi zirə. 4-2 olur hesap. Ardıcıl gollar. Zirə futbolçularından ardıcıl gollar. Utsik'in golundan bir dəqiqə sonra Ceyhun Nuriyev topu küncə dəqiq zərbə ilə göndərir. İzini təkrar Suma. Papulaşvili və ötürmə əlaydı. Təriflədiyim Matias həm penalti epizodunda topu itirdi. Ardınca əks hücumda Zirə penalti qazandı. İndi də Ceyhun Nuriyev'e çatmadı. Onu keçdi, zərbə indirdi. Zirənin 29 nömrəsi Yuri Matias çatmadı burada. Mani ola bilmədi rəqib oyuncuya. Hesab 4-2'dir artıq. Basala Sambu, indi topu ələ keçib irəliləməyə çalışır Sambu. Sol cürata boşluq ötürmə ona. Ötürmə yaxşı alır Ştogrin, qapçını üzmüş Ştogrin. Aldatdı qapçını ama yox. Son anda Aydın Bayramov. Topu saxlamağa çalışır son anda meydanda və bu da Rəşad Əhmədovun maçın baş hakiminin final fiti. Çox maraqlı, çox gərgin ilk hissədə və ikinci hissədə 2-4 hesab ilə bitir və Zirə Neftçi səfərində qalib gəlməyi bacarır. İkinci piredəki mövqeyini daha da möhkəmləndirir.